Salam əzizlər, bir vlog videosu ilə yenidən qarşınızdayım. Güman edirəm ki, maraqlı vlog videosu olacaq. İndi keçək vlogumuza. Əzizlər, indi yuxudan durdum. İlk olaraq məşqim var. Formamı geyinim, durum geyinim məşqə. Düşmür əlimdən yerə təsbih. Gördüyünüz bu formanı geyinəcəm. Keçən dəfə demişdim ki, təzə almışam deyə geyinmirəm, amma indi geyinəcəm. Amma atsız formadır. İndi geyinib gəldim. Əzizlər, gördüyünüz kimi formamı geyindim. Duruşu belədir. İndi ayaqqabımı, şortikumu geyinim, gelim məşqə. Əzizlər, qərarımı dəyişdim. Gördüyünüz kimi formamı geyindim. İndi məşqə gedirəm. Gördüyünüz kimi Fenerbahçe 120 illik formasıdır. İndi məşqə gedirəm. Məşqdə həmişə kimi Samet Akaydın performansı göstərişdən sonra evə gəldim. Gördüyünüz kimi dərs oxuyuram. Riyaziyyat zəif yönüm olduğu üçün riyaziyyatdan çox çalışmağa çalışıram. Nəsə cümlərim adama gəlir, riyaziyyatdan çox çalışıram. Gördüyünüz kimi çoxlu misallar eləyirəm. Masamın üstə belədir. Hər şey Fenerbahçəlidir. Fenerbahçe gördüyünüz kimi hər şey Fenerbahçe'ye aittir. Fenerbahçe dəftəri, Fenerbahçe kaşloku, medal zat. Süfrə belə Fenerbahçe süfrəsi. Gördüyünüz kimi stəkanım da Fenerbahçe stəkanıdır. Aziz Yıldırım demişkən ben Fenerbahçeli değilim. Fenerbahçe'nin ta kendisiyim. Ben Fenerbahçe'nin kendisiyim. Hər nəsə, indi dərsimi oxuyacağım. Saat 3-də də hazırlığa gələcəm. 5 fəndən kursa gedirəm. Əzizlər, burada biraz skuterlə işləyirəm. Artıq əskilər var. Məsələn, Kirlosatdır, təkərdir, qıraqların kraskasıdır. Artıqlarını tamamlayıram. Əzizlər, mən də bilirəm ki, belə vlog olmaz. O görə vlogu biraz maraqlandırmaq üçün gelim Aliqaq dayının, yəni Vidadi dayının yanına. Ondan biraz da danışaq eləyək, vlogumuza biraz rənk qatsın. Yoxsa maraqsız vlog olur. Ondan sonra da dərslərimi oxumuşam, kursa gələcəm. Daha sonra da vlogu yekunlaşdıracağım. İndi gelim bir daha babanın yanına davam eləyəcəm. Əzizlər, indi maşını xodlayım. Gelim Vidadi qohumun yanına. Uzun yol qət etdikdən sonra Aliqaq dayının yanına çatıram. Sana bir daha nətərsən? Fenerbahçe Şturmgraz 2-0 udmuşdu, oyuna baxırdıq. Taş Qazat qol vurmuşdu. Sabah ikinci oyunu səncə neçə qutarar? Deplasmanda oynayır Fenerbahçe. Hə? Ne dersen aylar. Bir də təxmin elədin ha? Bir 3-0 ümumi hesab. Qarabağda Dinamo Kiyevə 1-0 uduzmuşdu. İndi neçə olacaq oyun? Uzaca, hə. Məncə də onlar inşallah udar, amma mənə də elə gəlir ki, udanmayacaq. Sabah da 2-1 uduzmuşdu. Səncə comeback eləyə biləcək bu oyun? Sabah eləyər. Sabaha inanırsan? Bəs nə danışırsan, inanmırsan sən ətər comeback eləyir. Qəşəng 3 bazım var ha. Yoxsa təxminlərim belədir da indi sən. Həyatına tərcih edir. Xarabdır. Bildim, niyə sürünürsən ki? Pul yok, para yok. Pul səndər, bir də İngilizdə. Benden sen yaşa. Nə bilim. Nə bilim. Danışdıqdan sonra ayrıldım Vidavanın evindən və beləşlə vlogu yekunlaşdırmaq istəyirəm. Onsa kursa getdiyimi çəkəməyəcəm, gəldiyimi də çəkəməyəcəm. Videomu beləşlə yekunlaşdırıram. Sağ olun əzizlər. Belə videoların davamının gəlməni istəyirsinizsə aşağıdan like atıb abunə olun. Sağ olun. Hero 7 kapon, parçada ritim yok. Arkasında kesin biri var. Çeken senin biz bildiğin